Çox dəyərli Oxatan, yəni yay bölcü, səni Nisan, yəni apreldə nələr gözləyir? Həyatında nələr baş verəcək? Mən karma astroloq. Bol yorum buraxmağı, abunə olub like etməyi unutma. Gəl baxaq, sən apreldə nələr gözləyəcək? Birinci karyer həyatından başlayaq. Karyer həyatında bir insan sizi zərbə altında buraxa bilər, xəyanətlə qarşılaşa bilərsiniz, yaxud heç gözləmədiyiniz bir faktları əlində toplayıb sizə qarşı istifadə edə bilər. Təhlükə kimi görə bilərsiniz o insanı. O insana hədə, təhdid, şantaj, bilmirəm artıq bir təhlükə hiss edə bilərsiniz və birbaşa həqiqətən real pislik etmək üçün çalışa bilər bu insan. Sizin təhsilinizlə bağlıdırmı artıq, işinizlə mi bağlıdır, iş yerinizlə mi bağlıdır, fərq yoxdur, çöldən biridir, evimizin içindən biridir. Amma bu insan istəyəcək ki, sizi möhtac, ona yalvaran, ondan mərhəmət gözləyən, yəni bir növ, yəni istəmir ki, siz ayaqda dik durasınız, istəmir ki, siz uğurlu olasınız, sizdən nəyinsə əvəzini çıxmaq, sizə nəyinsə dərsini vermək istəyəcək. Amma biz sizi kılıç kralı kimi görürük. Sizin yeriniz o qədər zəif deyil ki, o insan sizi hər istəyəndə yıxa bilsin. Biz sizi öz hədəflərini hər şeyə rəğmən reallaşdıran, yəni bir kral, öz kreslosunda, yəni öz mövqeyindən tərpənməyən, kim olur, nə olur olsun, yerində yenə də oturan, dimdik ayaqda duran və qılıncı əlində qarşı tərəflə uğurlu bir mübarizəni başa vuran. Yəni siz onun üzərində qələbə çalacaqsınız, etdiyi pisliklər özünə qalacaq. Heç bir halda sizə zərər vura bilməyəcək. Ümumi karyera həyatının enerjisinə bir daha çəklimi edək. Burada araba kartı görürük. Araba kartı bütün kontrolün sizin əlinizdə olduğuna işarədir. Hətta sizi idarə etməyə çalışanları belə siz əlinizə alacaqsınız. Yəni təkcə həyatınız, işiniz, ümumi enerji yox, insanları, ətrafı, ortamı belə kontrol etməyə başlayacaqsınız. Yəni hadisələri öz xeyrinizə, ətrafınızı kontrol edərək döndürə biləcək bir enerjidəsiniz. Və keçək sizin şəxsi həyatınıza. Baxaq görək, şəxsi həyatınızda hansı enerjilər var? Nə görürük sizin üçün? Orakuldan bir dəstə seçək. Şəxsi həyatda Oxatanı, yəni yay bölcü insanlar biraz yorğundur. Bir hərəkət gözləyir. Nəsə baş versin, nəsə yenilik olsun. Əgər biri varsa, istəyirsə o konkret addım atsın. Belə yorğun, süst düşmüş, bax belə bir vəziyyətdəsiz. Anlaşmazlıq ola bilər həyatınızda biri varsa, hətta biri yoxdursa yeni birilərini tanıya bilərsiniz, amma elə ilk mərhələdən alınmaya bilər, yəni bir enerji tutmaya bilər, anlaşmazlıq ola bilər. Qarşı tərəf sizi səhv başa düşə bilər, hətta sizinlə bağlı güvən problemi yaşaya bilər, sizə inanmaya bilər nədəsə. Və bir də belə bir şey var ki, sanki bir göz dəymə halı olacaq, sanki bir deyəcəksiniz, üstümdə nəzər var, niyə mənim işlərim alınmır, niyə mənim istədiyim kimi getmir hər şey. İntiqam almaq istəyən biri var. Oxatanlar, keçmişinizdən ola bilər, ya da bəlkə də yeni bir insandır, tanış olacaqsınız apreldə, amma sağlıqlı psixologiya sahib biri deyil. Keçmişdən də ola bilər bu insan. Tam bəlkə intikam deyil, amma sizi yemək hirsi, sizə dərs vermək, sizin canınızı acıtmaq, bilmirəm sizdən nə istəyir, amma belə bir insan ola bilər. Çox diqqətli olmalısınız siz və sizin də zaten qorxularınız olacaq bu insanla bağlı ki, mənə dəyər, mənə toxunar, əlimdə olanları itirərəm, öfkə patlaması, yəni burada gəldi, idrak və aydınlanma. Bilirsiniz əzizlərim, sonuc, yəni nəticə
budur ki, o insan hər kimdirsə, həm sizin ola bilər bəlkə işlə, şəxsi həyatda söhbət eyni insandan da gedə bilər bu arada. Bu kimdirsə siz sanki qoruyursunuz ailənizi, evinizi, işinizi, həyatınızı, hamını, özünüzə aid hamını və hər şeyi bu insana qoruyursunuz. Amma sadəcə bunu deyə bilərəm. Nəticə olaraq bəzi şeylər sanki siz də düz etməyəcəksiniz. Siz onu qıcıqlandıracaqsınız. Siz onun belə deyək, damarına basa bilərsiniz. Çox diqqətli olun. Nəticə olaraq biz sizin üçün belə qorxulu və pis şeylər olacağını hiss etmirik. Çox da bir şeyə nail ola bilməyəcək. Sadəcə sizin içinizdəki qəzəbi oyada bilər, sizi əsəbləşdirə bilər. Yəni öfkə patlaması o deməkdir də, qəzəblənə bilərsiniz ona qarşı və qəzəblənmənin də belə böyük fəsadları olacağını hiss etmədiyi, sadəcə olaraq sanki onu yerinə oturtdunuz. Baxaq sağlıqda hansı enerjiləri biz hiss edirik. Bunun üçün Osho'dan dəstədən istifadə edəcəyik. Çox sevdiyim dəstələrdən biridir. Sağlıq enerjisində nə var? Nə hiss edirik? Sağlıqda nihai kaza, yəni qaş düzəltmək istəyən yerdə göz çıxarmaq. Buna belə deyirlər. Çox belə deyək də diqqət eləməli olduğumuz məqamlar var. Nəyisə müalicə edərək, amma başqa bir bədən üzvünə, başqa orqana, başqa sağlıqlı bir alana ziyan vurarıq. Nihai kaza o deməkdir. Yəni istənmədən nəyisə törətmək, nəyisə səbəb olmaq. Halbuki sən bunu istəmirsən belə olsun. Başqa bir şey etmək istərkən istəmədən nəyisə yarada bilərsən. Diqqətli olun. Əməliyyat fikriniz varsa, çox diqqətli olun. Müalicə fikriniz varsa, həkim seçimində olsun, dərman istifadəsində olsun, çox diqqətli olun. Bir də mən yay böcü, oxatan böcü üçün hiss edirəm ki, onlar çox dərmana meyilli olmamalıdırlar. Çox su için və bədəniniz sanki təmizlənməlidir. Buna orqanizmanızın ehtiyacı var. Keçək digər suala. Baxaq görək bu ay nəyi etməməlisiniz? Bir gözəl dəstəmiz var. The Third Eye dəstəmiz. Ondan istifadə edəcəyik. Çox sevdiyim bir dəstədir. Baxaq nəyi etməməlisiniz? Birinci qarışdıraq dəstəmizi. Baxaq görək, oxatan bürcü nəyi etməməlidir? Nəyi etmək olmaz? Və nəyi etməlidir? Oxatan bürcü insana bu iki kart birləşərək bir mənanı verir. Deyir ki, sən balaca adam deyilsən. Heç balaca adam olaraq da qalmayacaqsan apreldə. Apreldə başına tacı qoya bilərlər, əlinə çox böyük bir güc verə bilərlər, pul verə bilərlər, fürsət verə bilərlər, yol aça bilərlər, amma bunu nümayiş etdirmə. İstəməyənlərin çoxdur. Çox nümayiş etdirəcəksən, çox gözə batacaqsan, çox ortalıqda görünəcəksən, sənə zərəri olacaq. Diqqət çəkəcəksən, hücumlara məruz qalacaqsan, təsirlərə məruz qalacaqsan. Və deyir ki, King of Wands, yəni dəyənək kralı, nə istəyirdinsə onu da sənə verdilər, keyfini çıxart krallığının, amma tək. Yəni bu keyfli anlara kimisə ortaq etmə. Getdiyin işə kimisə götürmə. Getdiyin yolculuğa, işə, biznesə, təhsilə, hər nədir çox bölüşməyə, biriləri ilə bunu bölüşməyə meyilli olma, yaxud birilərini də özünə ortaq etmə. Və son bir kart istəyirəm çəkək, bir evrensel mesaj, son bir orakuldan çəkək, Lenormanddan. Baxaq görək evrənin, enerjinin sizə nə kimi mesajı var, yol ayrıcı.
Çox ciddi seçimlər arasında qalacaqsınız. Amma hamısı xeyirli seçimlərdir. Amma hamısı gözəl seçimlərdir. Belə hiss edirəm. Bir neçə yol, 2-3 də ola bilər. Ciddi seçimlərdir bu arada. Bütün taleyinizin istiqamətini dəyişəcək. Amma xeyirli və gözəl seçimlərdir. Bu qədər dəyərli oxatanlar, sizləri çox sevirəm. Mütləq abunə olaraq, like edərək kanalımızı böyüdək. Gələn görüşlərə dək.